Nətər deyir, yəni 100 alimlə bacardım, bir cahillə bacarmadım. Ona görə də cahil olassan, həmişə idarə olunassan. İstəmədiyin həyatları sənə məcbur eləyib yaşatdıracaqlar. Ona görə də cahil olmamalısan. Özün də araşdır. Bəlkə mən səhv danışıram. Özün araşdır, özün təhlil elə, özün çatdır cəmaata. Yəni söyüşlə, təhqirlə, qınamaqla sən nə əldə edə bilərsən ki? Ümumiyyətlə topluma sənin nə faydan var ki? Yəni 30-40 il, 50 il eyni rejimdə yaşamış, hələ də 10 ilini, 15 ilini sabahı nətər olacaq? Sabah mən nə yeyəcəm, nə içəcəm, gələn həftə hansı bazarlığı eləyəcəm fikirləri ilə yaşayan adamdan mən nə məsləhət ala bilərəm? Ümumiyyətlə, o adam nə xeyir verə bilər, ətrafına nə xeyir verə bilər. Yəni, bir insan 10 il bu adamın, o xəstələr başqa, yəni imkanı olmayanlar başqa. Deyək ki, evində xəstəsi var, öhdəsində nə qədər uşağı var, o başqa. Ancaq sıravi bir adam, orta yaşlı bir adam, əl-ayağı sağ, bir ölkədə yaşayır və bu adam baxırsan ki, 10 ildir bu adamın, 10 ildir, 15 ildir, bu adamın 30, 40, 50, 60, 70 manata ehtiyacı var. 10 ildir bu adamı tanıyırsan, 10 ildir bu adam belədir. Və bu adam səni qınıyır, hətta səni söyür. Fikirləşsən ki, yəni belə bir adamın yazığı gəlir, deyirsən ki, hayır, boş-boşuna gəldi həyata, nə olduğunu bilmədən də boş-boşuna öldü, çıxdı, getdi. Heç kimə də faydası olmadı. Nəfəs alan bir ölünü görəndə insanın özü yazığı gəlir. Yəni sən 10 ildə dəyişim eləməmisənsə, özün üçün, sən başqasına nə ağıl verə bilərsən?